Bugünkü mövzumuz kompleks ədədlər mövzusudur. Kompleks ədədlərdə biz birinci hissədə əsasən həqiqi ədədlər üzərində işləyirdik. Həqiqi ədədlərdə bilirdik ki, x kvadratı üzərinə cəl 1 bərabərdir 0 tənliyinin həlli yox idi. Amma kompleks ədədlər sistemində bu tənliyin həlli var. Yəni bu tənliyin həlli olsun deyə yeni ədədlər sistemi, kompleks ədədlər sistemi yarandı. Burada x kvadrat bərabər olur mənfi 1-ə. Biz də bilirik ki, kvadrat mənfi 1-ə bərabər ola bilməz axı. Ona görə mənfi 1-i bir i kvadratı ilə əvəz elədilər. Oldu x kvadrat bərabərdir i kvadrat. X-i də aldıq müsbət mənfi i. Ona görə də kompleks ədədlər sistemində deyirik ki, i kvadrat bərabər olmalıdır bizdə mənfi 1-ə. Buradakı i sizdə adlanır xəyali vahid. Yəni xəyalən i kvadratını mənfi 1 götürürsünüz. Kompleks ədədin bizdə əsasən öyrənirik buraxılış üçün birincisi cəbri şəklini. Kompleks ədədlər bizdə işarə olunur z hərfi ilə. Z bərabər olur a üzərinə gəlsin b-yə. A sizdə adlanır həqiqi hissə və işarə olunur r-zinə. B adlanır sizdə xəyali hissə. Xəyali hissə isə işarə olunur im-zinə. R bildiyiniz ingilis dilindən realdır. Buradakı imdə xəyal etmək sözündən götürülüb ingilis dilində. Deməli, həqiqi hissə işarə olundu r-zinə, xəyali hissə işarə olundu im-zinə. Xəyali hissə i-nin əmsalıdır, yəni i daxil götürmürsünüz. I-nin əmsalını götürürsünüz. Bir də kompleks ədədin qoşması anlayışı var. Kompleks ədədin qoşmasını yazmaq üçün kompleks ədədin işarəsinin üzərinə xətt qoymaq lazımdır. Kompleks ədədin qoşması olduğunu göstərir. Qoşması isə bizdə a çıxılsın b idi. Qoşma anlayışı irrasional ədəddə olduğu kimidir. Necə ki, irrasional ədəddə qoşma onu irrasionallıqdan azad eləyirdi. Kompleks ədəddə də qoşma onu komplekslikdən azad eləyirdi. Bunu göstərək. Z vurulsun z-in qoşması. A üstə gəlsin b-i. Vurulsun a çıxılsın b-i. O da olacaq a kvadrat çıxılsın b kvadrat i kvadrat. Deməli, i kvadrat bilirik ki, mənfi 1-dir. Mənfini mənfiyə vuranda olacaq a kvadrat üzərinə gəlsin b kvadrat. Bax, bu oldu kompleks ədədi komplekslikdən azad etmək. Yəni, onun qoşmasına vuranda komplekslikdən azad olacaq. Biz əsas kompleks ədədlərdə öyrənməliyik i-nin qüvvətlərini. Yəni, ən çox düşən suallardan biridir. I-nin qüvvətləri necə olur? I üstü 1 bərabərdir i-yə. I üstü 2, bayaq da dedik, mənfi 1-dir. I üstü 3 bilirik ki, i kvadrat vurulsun i-dir. I kvadrat da mənfi 1 olduğuna görə bunun cavabı olacaq mənfi i. I üstü 4, i kvadratının kvadratıdır. I kvadrat mənfi 1 olduğu üçün mənfi 1-in kvadratı olacaq müsbət 1. İndi sual olunur. Birdən qüvvət 4-dən böyük ədəd oldu. 4-dən böyük ədəd olanda nə edirsiniz? Qüvvəti 4-ə bölüb, qalıq tapırsınız. Aldığınız qalığı gətirib i-nin qüvvətinə yazırsınız. Məsələn, tutaq yazıramsa i üstü 34. 34-ü 4-ə bölürsünüz. 34-ü 4-ə böləndə qalıq qalır 2. Bu da i kvadratı deməkdir. I kvadratının da qiyməti olacaq sizdə mənfi 1. Yəni, teması bundan ibarətdir. I-nin qüvvətlərinin. Hər hansısa iki kompleks ədədin bir-birinə bərabər olması üçün, məsələn, z verirəm biri a üstə gəlsin b-i, digərini də verirəm s üstə gəlsin d-i. Bu iki kompleks ədəd bir-birinə bərabər olması üçün həqiqi hissə həqiqi hissəyə bərabər olmalıdır. Yəni, a s-yə bərabər olmalıdır. Xəyali hissə də xəyali hissəyə bərabər olmalıdır. Yəni, b-də bərabər olmalıdır d-yə. Əgər sizdə desə ki, z1 ilə z2 qoşma kompleks ədədlərdir. Qoşma olanda yenə həqiqi hissələrini bərabər götürürsünüz. Yəni, a bərabərdir c olur. Amma qoşmalarda bilirsiniz ki, xəyali hissələr bir-birinin əksisi olur. Yəni, birində a üstə gəl b idi, birində a çıxılsın b idi. Ona görə yazır ki, b bərabərdir mənfi d-yə. Deməli, bunlar özləri bərabər olanda, bunlarda da qoşma olanda götürürsünüz. Deməli, əgər sizdə bir-birlərinə bərabərdirlərsə, xəyali və həqiqi hissələri ayıraraq da bir-birinə bərabər götürürsünüz. Yox, əgər qoşmadırsa, xəyali hissələri bərabər, daha doğrusu üzr istəyirəm, həqiqi hissələri bir-birinə bərabər götürürsünüz, xəyali hissələri isə bir-birinin əksi götürürsünüz. Yəni, b bərabərdir mənfi d formasında yazırsınız. Növbəti keçək kompleks ədədlər üzərində əməllərə. Deməli, məsələn, baxırıq belə, z1 bərabərdir, 3 üstə gəlsin 2i verirəm. Z2 bərabərdir, tutaq 2 çıxılsın i verirəm. İndi bunu necə həll edəcəyik? Z1 üstə gəl Z2-ni istəsə bizdə həqiqi hissənin həqiqi hissəni toplayırıq 3 ilə 2-ni olacaq 5.
2 i ilə də mənfi i-ni toplayacağım, olacaq müsbəti. Z1-dən Z2-ni çıxanda və ya əksinə də ola bilər. Z1-dən Z2-ni çıxıramsa 3-dən 2-ni çıxacam, olacaq 1. 2i-dən də mənfi i-ni çıxacam. Mənfi i-ni çıxmaq üzərinə i gəlmək deməkdir. Olacaq üzərinə gəlsin 3i. Z1-i Z2-yə vuranda 3 üzərinə gəlinsin 2i. 2 çıxılsın i-yə vuram. Deməli 3-ü 2-yə vuranda 6, 3-ü i-yə vuranda çıxılsın 3-i. 2-ni 2-yə vuranda üstə gəl 4-i. 2-ni mənfi i-yə vuranda çıxılsın 2i kvadrat. 1-ə 2i kvadrat mənfi 1-dir. Mənfi 2-yi mənfi 1-ə vururam, plus 2. 6 ilə 2-ni toplayıram 8. Bu da 4-dən 3-ni çıxıram, plus 2. Bir də Z1 bölünsün Z2 var. Ən çox düşən suallardan biri. Deməli 3 üstə gəlsin 2i-ni bölürəm 2 çıxılsın i-yə. Bu tiplərdən enirsiniz. Məxrəci komplekslikdən azad edirsiniz. Yəni sürəti də məxrəci də məxrəcin qoşmasına vurursunuz. Yəni plusuna vururuq. Deməli yuxarıda 3-ü 2-yə vururam 6, 3-ü i-yə vururam, üstə gəl 3-i. 2-ni 2-yə vururam 4-i. 2-ni i-yə vururam, üstə gəl 2i-nin kvadratı. Aşağıda 2 çıxını 2 üstə gəl i-yə vuranda 4 çıxılsın i kvadrat. Bilirik ki i kvadrat mənfi 1-dir. 4-dən mənfi 1 çıxanda olacaq 5. Bu da mənfi 2-dir. Altdan 2-ni çıxıram 4. 3 ilə 4-ni toplayıram 7. Aşağıda da 5. Buna belə yazırsınız. 5-də 4. Üzərinə gəlsin 5-də 7 i. Gətirdiyi cəbri şəklə. A üstə gəlsin BI formasına. Bu da oldu kompleks ədədlər üzərində əməllər. Məsələn, tutaq ki, hər hansı bir kompleks ədədi deyir ki, kvadrata yüksəlt. Kvadrata yüksəldəndə normal şəkildə məsələn Z1-in kvadratını istəyir tutaq ki sizdən. Z1-in kvadratını tapanda nə edirsiniz? 3 üstə gəlsin 2-ni mötərizə kvadratı yazırsınız. A üstə gəlsin B-nin kvadratı kimi açırsınız. 3-ün kvadratı 9. Üstə gəl hasilin kimisidir? 12i. Üstə gəlsin 2-nin kvadratı, yəni 4i kvadrat. i kvadrat mənfi 1-dir. 9-dan 4-ü çıxıram 5. Üzərinə gəlinsin 12i. Bu da oldu kvadrata yüksəldilməsi. Bir də belə bir misal verə bilər. Neçə illərdir qəbula düşür. Z kvadrat məsələn üstə gəl 16 bölünsün Z çıxılsın tutaq 4-i. Bərabərdir tutaq 2 üstə gəl 5-i. Deyər ki bunun tutaq atıram həqiqi hissəsini tapın. Onda nə edirsiniz? Burada plus 16 yerinə yazırsınız Z kvadrat çıx 16i kvadrat. Z çıxılsın 4i. 2 üstə gəlsin 5-i. Yuxarını ayırıram vuruqlara. Z çıxılsın 4i. Z üstə gəlsin 4i. Burada Z çıxılsın 4 ilə gedir. Alacam Z üzərinə gəlsin 4-i. Bu da 2 üstə gəlsin 5-i. Z bərabər 5-dən 4-ni çıxanda i qalacaq. 2 üstə gəlsin i. Bu oldu bizdə Z ədədimiz. Z-dən də həqiqi hissə 2-dir. Xəyali hissə də i-nin əmsalıdır. Yəni 1-dir. Bu oldu sizdə kompleks ədədlər mövzusu.